Salam dəyərli izləyicilərim, hər birinizi xoş gördük. Dəyərli izləyicilərim, bu günlərim mən sizə Xırdalanda 120 dairəsinin tam yaxınlığı 7 saylı orta məktəbə yaxın Avpark kompleksinə çox yaxın bir ərazidə həyət evi təqdimatına gəlmişəm. Təqdimata başladım həyətimizdən. Həqiqətən ərazi olaraq quru ərazidə tam paket kupça. Bura həyət evinin həyətidir, gördüyünüz kimi. Təmiri əladır, şəxsi təmirdir. Gördüyünüz kimi, bura həyətin gözəl ağacları. Burada isə əlavə olaraq əl-üz yumaq üçün belə bir bulaq da düzəlibdir. Yer olaraq çox əla yerdədir. Quru ərazi, sakit ərazidədir. 2 mərtəbədən ibarətdir, 4 otaqlıdır. Burada belə bir qaraj hissə var, qarajı bağlıdır. Maşını qaraja da salmaq olar. Sadəcə ev sahibinin maşını biri burada yerləşir, biri buradan salmaq üçün. 2 maşın rahatlıqla girə bilir. Keçək aşağı hissəni sizə təqdim edim. Burada aşağı hissədə belə bir yay mətbəxdir, yəni yay otağı kimi də istifadə olunur, iş otağı da kimi. Burada yerləşir aşağıda. Sanitar qovşağı ilə hamam otağı gördüyünüz kimi sərgəli. Həqiqətən çox gözəl bir həyət evidir. Suyu, qazı, işığı və tam paket kupça. Evin və torpağın da kupçası var. Burada belə bir yataq otağı. Demək olar ki, bu evdə əslində 2 ailə də yaşaya bilər. Ailənin yaşaması üçün yəni imkanlar var. Gördüyünüz kimi bura xol hissədir. Burada ev sahibi istirahət otağı kimi öz üçün düzəldib. Mətbəxti var. Rahatlıqla 2 ailə də yaşaya biləcəyi bir həyət evidir. Demək olar ki, bazarda belə bir həyət evi çox az saydadır. İndi isə keçək, sizdə yuxarı ilə tanış edeyim. Qeyd etdiyim kimi, ərazi olaraq quru ərazidədir. Suyu, qazı, işığı daimidir. İsti sistemi kombidir. Keçək, sizə 2-ci mərtəbəni təqdim edim. Çox rahat bir ərazidədir. Marşrutlar yaxındadır. Yaxınlıqdan keçir. Bura girdik. Mənzilimizdə daxil olduq. Daxil olanda sağda yerləşir mətbəxtimiz. Rahatlıqla geniş 2-ci mərtəbə mətbəxi var. Mətbəxdən belə bir oturacaq bir qədər eyvan hissəsi var. Gördüyünüz kimi. Həqiqətən çox əla mənzildir. Mətbəxdən çıxırıq. Solda yerləşir. Mənzilimizin belə zövqlü təmir olunmuş qonaq otağı. Kombi sistemidir. Yer olaraq məktəb, 7 nömrə məktəb yaxınlıqdadır. Avpark 119 belə 120 dairəsinin yaxınlığıdır. E2 şəhərə rahatlıqla gedə biləcəyiniz 135 nömrəli marşrut yaxınlıqdan keçir. Burada yerləşir sanitar qovşağı ilə hamam otağı. Burada yerləşir yataq otağımızın biri. Qeyd edim ki, əşyalı və əşyasız satıla bilər. Sadəcə qiymət məsələsində ev sahibi ilə razılaşmaq lazımdır. İşi ilə bağlı təcil olaraq satılır. Sənədlər qaydasındadır. Alqı-satqıya tam hazır bir vəziyyətdədir. Burada isə geniş yataq otağıdır. Kondisioneri, hər bir şəraiti var. Həyət evi ilə bağlı sualınız olarsa, profildə nömrəm qeyd olunub. Sizin də satışda mənziliniz varsa, deyin, gələk çəkilişini edək, yaxın bir müddətdə satışına köməklik etmiş olaraq. Dəyərli izləyicilərim, bu günə bu qədər. Diqqətiniz üçün təşəkkür edirəm.